Sevmədiyi bir insanla bərabər olmaq xəyanətdir yoxsa qəbahət? Güclü qadın olaraq tək ayaq üstə dayanmaq, yoxsa zəif qadın olaraq təmin olunmaq? Kişilər güclü və ağıllı qadınlardan niyə qorxur? Ayşən, salam, xoş gəlmisən. Təşəkkürlər Vasim, xoş gördük. Necə gəldin, çıxdın? Əla. Çox gözəl, şad oldum səni görməyə. Mən də. Saçlarından şikayətin nədir? Saçlarımda şikayətim uclarının quru olmağı və çolkamı yeniləmək istəyirəm. Ekspres baxım da eləyərik da quruluğu da aradan qaldırarıq müvəqqəti. Onlar necə məsləhətdir? Yaxşı olacaq inşallah. Tamam. Hazırsan başlayaq vaxt. Başlayaq. Ayşən, bildiyin kimi yeni konseptimdə müştərilərimə suallar verirəm. Bəli. Sənin də bir neçə sualın var. İstədiyin sualları cavablandıra bilərsən, istəmədiyin suallardan vaz keçə bilərik. İcazə versənsə başlayayım birinci sualına. Təbii ki, olar. Bildiyim qədərilə həm anasız, həm də iş qadınısınız. Bəli. Hansı daha çətindir sizin üçün, ana olmaq yoxsa iş qadını olmaq? Ana olmaq. Təbii ki, iş qadını olmaq da çətindir, amma ana olmaq daha məsuliyyətli və çətindir. Çünki uşağının tərbiyəsi, gələcək həyatı, yəni ki, yönəlməyi %70% evdəki, ailədəki və yaxud da tək ana olsam belə, ananın da yəni ki, tərbiyəsindən asılıdır. Ona görə ana olmaq daha məsuliyyətlidir. Səncə günümüzdə kişilər güclü və ağıllı qadınlardan niyə qorxur? Güclü qadın məqsədi yönlü olur. Bu həyatdan nə istədiyini çox yaxşı bilir və qarşısındakı insandan da nə istədiyini, ona nə lazım olduğunu yaxşı bildiyi üçün. Maraqlıdır. Bəs ağıllı qadınlar niyə qorxur? Elə eynən. Səncə kişilər nə istədiyini bilməyən qadını axtarır? Kişilərdə belə bir moment var, idarə etməyi sevirlər. O yüzden yəni mənə elə gəlir ki, daha zəif, yəni ki, ağıllı və güclü yox, zəif tərəfi seçmiş olurlar. Güclü qadın olaraq tək ayaq üstə dayanmaq, yoxsa zəif qadın olaraq təmin olunmaq? Məncə birinci. Güclü qadın olmaq, müstəqil olmaq, bəli. Fikirləşirdim ki, qadınlar özündən daha güclü kişinin yanında xoşbəxt olmağı daha çox sevirlər. Və onlar özünü daha zəif hiss edəndə daha özünü xoşbəxt hiss edirlər. Bu fikirlə razısan yoxsa yox? O fikirlə razıyam, amma yenə də dediyim kimi, o svoboda deyilən bir şey var da. Şəxsən mən də görmüşəm təcrübədə falan. Amma o ramkalara salınmamaq şərti varsa, yəni yenə də yəni o ətraf mühitlə rahat və yaxud da işindən olmamaq kimi bir momentlər varsa, o da təbii ki, gözəl bir seçimdir. O da məncə yenə də seçimdən asılı olaraq dəyişir. Rus sektoru oxumusan. Bəli. Bəs sənin üçün rus dilli insanlarla ünsiyyət qurmaq rahatdır yoxsa az sektorla? Rus dilli. Mən özüm elə bir ki, Azərbaycanda böyüyüb başa çatmadığım üçün, sadəcə bir neçə il Azərbaycanda yaşadığım üçün və onlarla yaşayış, məktəb falan və s. və ilaxır mənə daha çox rus dilli yəni insanlarla rahat gəlir anlaşmaq. Həm söhbət olmaq belə yəni. Həm də fikirlərimi də daha çox sərbəst şəkildə rus dilində yəni çatdıra bilirəm. Öz dilim var, öz dilində danışdın. Yəni söhbətlərə necə münasibət göstərirsən? Valla mənə yəni ki, gülməli gəlir. Sevmədiyi bir insanla bərabər olmaq xəyanətdir yoxsa qəbahət? Mənə görə